Salam əziz müasir Dünya TV kanalının izləyiciləri. Bugün sizinlə bir oyun videosu çəkəcəyik. Oyun videosunun verilişi də var. Bu Azərbaycanlıyam oyunudur. Bu oyun 2010 ildə yaradılmışdı. Bəli, bu oyun verilişinə bəlkə də çoxlarınız baxmısınız. Bu oyunda müxtəlif sahələr, az dili, coğrafiya, tarix, ədəbiyyat mövzusundan suallar düşür. Düzdür, mən bu sualların çoxunu bilmirəm, çünki bu yuxarı siniflər dərsliklərində yerləşdirilir. Mən isə 8-ci sinifdə oxuduğum üçün sualların çoxunu bilmirəm. Neysə, başlayaq. Başla. Kür çayının sağ sahilində yerləşən inzibati rayon hansıdır? Mən Xaçmaz. Bəli, bunu seçirəm. Səhv imiş bərdə. Ayıb yox. Yenidən başla. Azərbaycanla İran arasında sərhəd keçid məntəqəsi aşağıdakılardan hansı inzibati rayonda təşkil olunmuşdur? Xaçmaz, Astara, Astara. Bəli, sualımız düzdür. İndi kateqoriyadan bir mövzu seçməliyik. Coğrafiya, Azərbaycan tarixi və etnografiya, ümumi, dil və ədəbiyyat, mədəniyyət və incəsənət. Biz ümumini götürək. Sumqayıt şəhər stadionu kimin adını daşıyır? Mən Sumqayıtda olmadığım üçün bu barədə məlumatım yoxdur. Ona görə də istəyirəm birinci cavabı götürüm. Səhv imiş, B variantı imiş. Yox, yenidən cəhd edək. Bakı-Tibliz dəmir yolu xəttinin keçdiyi inzibati rayonlara aşağıdakılardan hansı aiddir? Hacıqabul düzdür. Yenə bir kateqoriya seçməliyik. Biz dil və ədəbiyyat. Bunlardan hansı yalnız məhəbbət dastanıdır? Qaçaq Nəbi, Koroğlu, Aşıq Qərib, Dədə Qorqud. Aşıq Qərib adından da göründüyü kimi cavabımız düzdür. Nöqsanları istehza edib pisləyən qəzet və jurnal məqaləsi necə adlanır? Fəqət, fabula, fəxriyyə, felyeton. Mən felyeton cavabını götürmək istəyirəm. Amma sualın cavabını tək bilmirəm. Təsdiq edək, düzdür. Hansı sözün tələffüz şəkli düzgün göstərilib? Ailə, müqayisə, şaftalı, kitab. Ailə sözünü götürək. Səhv imiş. Yenidən cəhd. Bu oyunun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Azərbaycanda ən böyük üzümçülük bölgəsidir. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Bu hansı rayondur? Mən Cəlilabad rayonunu götürək və cavabım düzdür. Yenə dil və ədəbiyyatdan bir mövzu. Bir hecada tələffüz edilən iki müxtəlif cinsli saitin birləşməsi necə adlanır? Mən özüm bu sualın cavabını bilmirəm. Variantları yenə də oxuyum. Nisbə, diftong, məqtə, elegiya. Mən elegiya cavabını götürüm və səhv imiş. Yox, yenidən başla. Bakı şəhərinin peyki olan şəhər Gəncə, Qazax, Lənkəran. Mən Sumqayıtı götürüm. Mən də Sumqayıtdır, cavabımız düzdür. Yenidən bir kateqoriya. Azərbaycan tarixi və etnografiya. Atropateyin Sasani işğallarına qədər hansı dövlətdən asılı vəziyyətdə idi? Bəli, mən bunu keçmişəm bu dərsliyi. Lakin mən bunu 5-ci sinifdə keçdiyim üçün yadımda qalmayıb. Lakin belə fikirləşirəm ki, bu Albaniya dövləti olar. Səhv imiş, Bavariya dövləti imiş. Yenidən başlayaq. Podzollu və Podzolqleyli sahil torpaqlar hansı ərazidə yayılıb? Gəncə, Şəki, Bakı, Lənkəran. Bakı. Səhv imiş, Lənkəran. Cavabımız səhvdir, bəli. Yenidən başlayaq. Daha çox inzibati rayonlarla həmsərhəd olan inzibati rayon hansıdır? Lerik, Balakan, Tovuz, Quba. Balakan cavabı səhv imiş, Qubadır cavabı. Yox. Yenidən başlayaq.
1805-ci ilin mayın 14-də bağlanmış Gürcü-Çay müqaviləsi ilə Rusiyadan asılılığı qəbul etmiş xanlıq hansı idi? Qarabağ xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Şəma xanlığı. Mən bu sual elə bil ki, bu dərsləri bu il 8-ci ildə keçirməliyəm. Mən bu videonun hələ ilin başlanğıcında, hələ sentyabr ayıdır. Biz Qarabağ tarixi mövzusunu hələ keçirməmişik. Bunun mən bu sualın cavabını bilmirəm. Məncə bu Qarabağ xanlığı olar. Cavab düzdür. Kateqoriya seçək. Coğrafiya mövzusu. Daha çox hündürlük fərqinin olduğu fiziki coğrafi rayon hansıdır? Qonaqkənd, Küraraz, Arazboy, Kürdü, Şirvan. Kürdü, Şirvan cavabını götürək. Cavab səhvdir, amma eyb yox. Yenidən başlayaq. İki ölkə ilə həmsərhəd olan inzibati rayon hansıdır? Zaqatala, İmişli, Saatlı, Ağdaş. Mən İmişlini götürmək istəyirəm. Cavab səhv imiş, Zaqatalaymış, amma eyb yox. Cavab səhvdir. Yenidən başlayaq. Azərbaycanda ilk müəllimlər seminariyası 1918-ci ildə hansı şəhərdə açılmışdı? Qazax şəhəri. Biz elə bu yaxınlarda bu dərs haqqında mövzu keçmişdik, oradan yadımda qalıb. Mədəniyyət və incəsənət doğrudur. Mən buradan heç bir şey o qədər də bilmirəm, amma yox, yəni də bəxtimizi sınayaq. Hansı film tarixi Şamlıqda çəkilmişdi? Əhməd Haradadır, Görüş, Təxminə, Babək. Babək. Cavabımız düzdür. Qəm Pəncərəsi filmi kimin həyat və yaradıcılığından həsr olunmuşdur? Cəlil Məmmədquluzadə, Bəxtiyar Kərimov, Mehdi Hüseynzadə, Almas Yıldırım. Bunun cavabı bilmirəm və Cəlil Məmmədquluzadəni seçmək istəyirəm. Cavab düzdür. Axırıncı Arşın filmində Kərbəlayı İsmail rolunun ifadəçisi kimdir? Adi İskəndərov, Şahmar Nəkborov, Lütfəli Abdullayev, Həsən Məmmədov. Sualın cavabını dəqiq bilmirəm. Bunun üçün Adi İskəndərov götürək. Cavab düzüymüş. Yenə də mədəniyyət və incəsənət mövzusundan sual qalmadı. İstəyirsiniz yenə də coğrafiya mövzusunu götürək. Respublikamıza qara metallurgiya sənayesinin əsas mərkəzlərindən biri. Şəki, Quba, Qəbələ, Sumqayıt. Mən Sumqayıt variantını götürürəm. Təsdiq edək, cavabımız düzdür. Azərbaycanda temperatur amplitudası ən yüksək olan rayon hansıdır? Quba, Culfa, Bakı, Sədərək. Mən Bakını götürüm. Təsdiq edək, səhv imiş, cavab Culfa imiş. Yenidən başlayaq. Samur Dəvəçi fiziki coğrafi rayonunda yerləşən inzibati rayon hansıdır? Qazax, Gəncə, Şəki, Xaçmaz. Mən Xaçmaz cavabını götürüm, cavab düzdür. Məncə artıq bu qədər bəsdir. Çünki mən birazdan başqa videolarda çəkəcəm. Onlara da, mənim vaxtım azdır, onlara da vaxt ayırmaq istəyirəm. Hələlik bu qədər. Kanalıma abunə olmağı unutmayın və videonu like edin.